Hər vaxtınız xeyir olsun müəllimlər. Bizim bugünkü yeni dərsimiz təfəkkür növlərindən olan yeni təfəkkür növləridir. Praktik təfəkkür, abstrakt təfəkkür, analitik və produktiv təfəkkür. Deməli biz indiyə kimi keçmişdik tənqidi, məntiqi və yaradıcı təfəkkür. Və artıq yeni təfəkkür növləri mövcuddur. İlk öncə gəlin baxaq görək praktik təfəkkür nə deməkdir? Praktik təfəkkür adından da göründüyü kimi praktika sözündən götürülmüşdür. Yəni praktik təfəkkür insanın gündəlik həyatda qarşılaşdığı real situasiyaları anlamaq, vəziyyətə uyğunlaşmaq və problemin ən məqsədə uyğun həll yolunu seçmək qabiliyyətidir. Yəni ki biz bildiyimiz bir məlumatı, bildiyimiz biliklərimizi artıq beynimizdə saxlamırıq, bilik kimi qalmır, onu tətbiq edirik, yəni həyata keçiririk. Yəni praktik təfəkkür üçün əsas faktor uyğunlaşma, dəyişdirmə və mühitə təsir etmə bacarığıdır. Yəni ki şagird yalnız qaydanı bilmir, onu harada və necə tətbiq etməli olduğunu anlayır. Praktik təfəkkürü sadə bir cümlə ilə təsvir edə bilərik ki, praktik təfəkkür nəzəriyyəni həyata keçirmək, nəzəriyyəni bacarığa çevirmək qabiliyyətidir. Vygotsky, Sternberg, Dewey tədbirincə desək, praktik düşünmə təcrübəyə söykənir. Məqsəd yönlü fəaliyyətlə formalaşır. Bilikləri konkret situasiyada tətbiq etməyi tələb edir. Problemi həll etmə, variant seçmə, resursları qiymətləndirmə kimi bacarıqlara əsaslanır. Yəni ki, praktik təfəkkür bir sözlə bildiklərimizi tətbiq etməkdir. Praktik təfəkkürün, abstrakt təfəkkürün bir fərqli xüsusiyyəti odur ki, biz praktik təfəkkürü beynimizdə sadəcə bilik kimi saxlamırıq. Abstrakt təfəkkür bizim beynimizdə gedən proseslərdir. Amma praktik təfəkkür abstrakt düşünmədən fərqli olaraq dərhal tətbiq yönlüdür. Yəni dərhal tətbiqə keçirik, tətbiq edirik. Sonra baxaq görək, praktik təfəkkürü formalaşdırılan yanaşmalar var. Hansılardır? Əvvəlcə real həyat probleminə əsaslanan tapşırıqlar etməliyik. Yəni ki, burada şagird abstrakt biliklə deyil, konkret situasiya ilə üzləşir və biliklərini tətbiq etməyə məcbur olur. Bir də var nəticə yönümlü fəaliyyət. Burada şagird nə edir? İstifadə oluna bilən nəticə ilə tamamlayır işi. Və yəni sonda bir nəticə ortaya qoyur. Bu nəticədə plan formasında ola bilər, sxem formasında ola bilər, tövsiyə formasında ola bilər, model formasında ola bilər və s. Və sonra var real düşünmə. Real düşünmə nədir? Real düşünmə odur ki, şagird ideal şəraitdə yox, bəzən elə bir problemlər ola bilər ki, vaxt baxımından problem yaşaya bilər, resurs baxımından problem yaşaya bilər, büdcə baxımından problem yaşaya bilər. Bu zaman şagird nə etməlidir? Bu məhdudiyyətlər daxilində qərar verməyi öyrənməlidir. Yəni çevik qərar verməlidir. Bu məhdudiyyətlər daxilində qərarını dəyişmə bacarığı olmalıdır ki, hansı yollardan tez istifadə etsə problemi həll edə bilər. Sonra var qərar vermə və əsaslandırma bacarığı. Burada şagird birdən çox mümkün həll yollarını görür, tapır və həmin mümkün həll yolları içərisindən ən məqsədə uyğununu seçir və səbəbini izah edir. Demək, şagird burada nə edir? Qərar vermə bacarığı var, əsaslandırma bacarığı var. Həll yollarına baxır və hansının daha uyğun, hansının daha məqsədə uyğun olduğunu seçir və seçiminin səbəbini izah edir. Bu da olur praktik təfəkkürü formalaşdıran yanaşmalar. Bir də var, indi gəlin baxaq müəllimlər, burada praktik təfəkkürə aid tapşırıqlar var. Baxaq tapşırıqlara. Tapşırıqlar odur ki, deyir ki, məktəbdə kitabxanadan az istifadə olunur. Və bunun səbəbini araşdırırlar şagirdlər və sinifləri üçün qısa maarifləndirici fəaliyyətlər planını hazırlayırlar. Deməli, burada nə görürük? Fəaliyyətin plana çevrilməsini, yəni fəaliyyəti plan vasitəsilə, plandan istifadə edərək tətbiq edirlər. Sonra sinif müzakirəsi, sinif ekskursiyası üçün 120 manat büdcə var. Deməli, şagirdlərin əlində 120 manat büdcələri var. Şagirdlər elə bir plan hazırlamalıdırlar ki, o büdcənin içərisində həm nəqliyyat pulu olmalıdır, həm qidalanma nəzərə alınmalıdır və elə eləməlidirlər ki, bütün şagirdlər o ekskursiyaya gedə bilsinlər. Və şagirdlər bu 120 manat puldan istifadə edirlər, o büdcədən istifadə edirlər və bir plan hazırlayırlar. Deməli, burada görürük ki, müəllimlər nəyə nəzər getiririk? Burada praktikadan keçirmə var, tətbiq etmə var. Yəni, praktik təfəkkür ən çox taksonomiyanın, idrak taksonomiyasının tətbiq etmə mərhələsindən əlaqəlidir. Burada görürsünüzmü? Plan hazırla, menyu hazırla, plan tərtib et, daha sonra təkliflər irəli sür, təkliflər ver, ən çox plan hazırla, tövsiyə ver, tövsiyə hazırla. Yəni sonunda görürük ki, hazırlamaqdan söhbət gedir, yəni tətbiqdən söhbət gedir. Praktik təfəkküründə əsas mahiyyəti tətbiq etməkdir. Yəni bildiklərimiz artıq bilik olaraq qalmır və həyata keçirilir, tətbiq edilir. Praktik təfəkkürü inkişaf etmiş şagirdlər problemi daha effektli həll edir, məktəbdən həyata keçiddə çətinlik çəkmir, qərar vermə bacarığı inkişaf edir, əmək bazarına daha çox hazır olur və öz öyrənməsinə nəzarət edir. Bu səbəbdən də praktik təfəkkür müasir kurikulumun 21-ci əsr bacarıqlarının içərisində əsas yer tutan təfəkkürlərdən biridir. İndi gəlin baxaq görək müəllimlər, abstrakt təfəkkür nədir?
Abstrakt təfəkkür praktik təfəkkürdən fərqli olaraq bizim beynimizdə gedən düşünmədir, beynimizdə həll etməyimizdir. Praktik təfəkkürü biz beynimizdə sadəcə biliyi saxlamırıq və tətbiq edirdik. Amma abstrakt təfəkkür odur ki, biz problemləri, situasiyaları beynimizdə anlayırıq, beynimizdə təhlil edirik, anlayışlar arasında əlaqə yaradırıq, ümumiləşdirmə aparırıq. Deməli, abstrakt təfəkkür nədir? Mücərrəd düşünmədir. Abstrakt düşünmə təhsildə və intellektual inkişafda mühüm rol oynayan əsas idraki bacarıqlardandır. Bu real dünyada birbaşa görmədiyimiz, gözlə görmədiyimiz ideyalar, anlayışlar və əlaqələr arasında və onlar arasında gedən əlaqələr haqqında düşünmə qabiliyyətimizdir. Psixologiyada abstrakt təfəkkür insanın birbaşa hiss orqanları ilə görmədiyi, toxunmadığı konkret obyektlərlə deyil, anlayışlarla, prinsiplərlə, simvollarla, qaydalara əsasən düşünmə qabiliyyəti kimi izah olunur. Yəni bir sözlə abstrakt təfəkkür bizim beynimizdə gedən proseslərdir. Beynimizdə həll etməyimizdir, beynimizdə ümumiləşdirməyimizdir, beynimizdə izah etməyimizdir. Deməli, abstrakt təfəkkür odur ki, biz bir çox şey əzbər bilə bilərik, amma o bildiyimiz məlumatlar arasında dərin məlumatla anlayışımız olmaya bilər. Ümumiləşdirmə aparmaya bilərik. Abstrakt təfəkkür odur ki, biz bildiyimiz bir faktı, məlumat haqqında artıq beynimizdə ümumiləşdirmə aparırıq, dərin anlayışa malik oluruq və yeni situasiyalarda tətbiq etməyi bacarırıq. Deməli, abstrakt təfəkkür bütün fənlərdə əsas tələblərdən biridir. Abstrakt düşünmə şagirdə mürəkkəb məlumatları təhlil etməyə, anlayışlar arasında əlaqələr qurmağa və problemlərə yaradıcı şəkildə yanaşmağa imkan verir. Biz burada baxırıq ki, abstrakt təfəkkürdə produktiv təfəkkürün istiqamətləri var, praktik təfəkkürün xüsusiyyətləri var, amma testlərdə abstrakt təfəkkürlə produktiv təfəkkürü yəqin ki, rahat şəkildə seçmək olacaq. Deməli, abstrakt təfəkkürün əsas göstəricilərindən biri öyrənilən anlayışı yeni, fərqli situasiyaya köçürmə bacarığıdır. Nəzər mənbələr göstərir ki, müəllim şagirdə bu transfer üçün şuurlu tapşırıqlar verəndə abstrakt təfəkkürü gücləndirmək olar. Baxaq görə indi hansı tapşırıqlardan istifadə etsək, abstrakt təfəkkür güclənir. Məsələn, belə bir suallar verə bilərik ki, bu riyazi modeli iqtisadiyyatın hansı sahəsində istifadə etmək olar? Biz artıq bu sualdan sonra nə edirik? Beynimizdə düşünmə aparırıq, ümumiləşdirmə aparırıq, analiz aparırıq ki, hansı modeldən istifadə etsək, iqtisadiyyatın sahəsində istifadə etmək olar. Sonra var, bu bioloji prinsipi gündəlik həyatdan bir nümunə ilə izah et. Azərbaycan ədəbiyyatında sufizmi həmin dövr tarixi ilə necə əlaqələndirmək olar? Bu haqda düşünürsən, beynində təhlil aparırsan. Bu da olur abstrakt təfəkkür. Bu cür tapşırıqlar şagirdin düşüncəsini konkret faktlardan konseptual səviyyəyə qaldırır. Yəni bu düşünmə sayəsində biz nə edirik? Anlayışlar yaradırıq, simvollardan və misallardan istifadə edirik. Məsələn, hansı anlayışlar? Mücərrəd anlayışları biz yadımıza salaq. Mücərrəd anlayışlar hansılardır? Ədalətlilikdir, azadlıqdır, dostluqdur və simvollardan, misallardan istifadə edirik. Məsələn, ürək sevgini göstərir kimi bir nəticə çıxardırıq. Məsələn, ürək simvolu sevgini göstərir də biz elə bir nəticə çıxarırıq. Bu da olur simvollar. Abstrakt təfəkkür çox vaxt dil vasitəsilə təşkil olunur. Anlayışların adlandırılması, onların arasında əlaqələrin sözlə ifadəsi, arqument və izah qurmaq, hamısı abstrakt düşünməni şifahi və yaxud da simvolik formaya salır. Deməli, bəs baxaq görək bu təfəkkürü inkişafına necə dəstək göstərə bilərik? Əvvəlcə konseptlaşdırma tapşırıqlar verə bilərik. Simvolizm və metaforadan istifadə edə bilərik. Ümumiləşdirmə bacarığından istifadə edə bilərik. Burada artıq görürsünüz, konseptuallaşdırma tapşırıqları deyil. Biz burada konseptual biliyin xüsusiyyətlərini görə bilərik. Məntiqi təfəkkürün xüsusiyyətlərini görə bilərik. Amma onları yəqin ki, mən elə başa düşürəm ki, ziddiyyətli suallar salınmayacaq və siz orada rahat abstrakt təfəkkürlə məntiqi təfəkkürü seçə biləcəksiniz. Baxaq görə konseptlaşdırma tapşırıqları nədir? Bu tapşırıqlar sayəsində şagird öyrəndiyi anlayışın mahiyyətini, arxasındakı əsas ideyanı dərk edir. Demişdik, anlayışın mahiyyətini, əsas ideyanı dərk etməsi nə idi? Konseptual bilik idi. Burada da görürük konseptual biliyin xüsusiyyətlərini və bu anlayışları öz sözləri ilə izah edirlər və tətbiqini anlayırlar. Demək, burada konseptual biliyin xüsusiyyətləri var. Baxaq görək. Məsələn, burada deyir, funksiya anlayışını düstur yazmadan izah et. Görürsünüz, izah etməyin özü konseptual bilikdir. Daha sonra nümunə ilə izah et. Və hadisə kimi yox, proses kimi izah et. Bunların hamısı konseptual biliyin xüsusiyyətləri olduğuna görə biz konseptuallaşdırma tapşırıqları verərək şagirddə abstrakt təfəkkürün inkişafına dəstək olmuş olarıq. Daha sonra ikinci, simvolizm və metaforadan istifadə edərək biz abstrakt təfəkkür formalaşdıra bilərik. Metafora nə idi? Bənzətmə idi. Simvol da nə idi? Hər hansı bir simvoldan istifadə edərək anlayışımızı izah edə bilərik. Deməli, burada məsələn, var azadlıq anlayışını bir obrazla ifadə et və səbəbini izah et. Daha sonra bərabərlik anlayışını bir şəkil və simvolla göstər. İmperiya anlayışını bir metafora ilə ifadə et. Və yaxud da ədalətlilik anlayışını təsvir et, izah et. Ədalətlilik simvolu hansı idi? Tərəzi simvolu var idi. Biz görmüşük də məhkəmə işlərində, icra işlərində tərəzi simvolu
O nə idi? Ədalətli simvoldur. Məsələn, biz o simvoldan istifadə edərək ədalətlilik anlayışını ifadə edə bilərik. Baxırıq ümumiləşdirmə bacarığı. Ümumiləşdirmə bacarığı nədir? Ayrı-ayrı fakt və nümunələrdən çıxış edərək ortaq cəhəti, qanuna uyğunluqları və ümumi prinsipi müəyyənləşdirmə bacarığıdır. Burada məqsəd nədən ibarətdir? Detallardan yuxarı qalxıb bu nümunələri nəyi sübut edir kimi suallara cavab tapmaqdır. Məsələn, gəlin baxaq burada misallara. Deyir ki, 3 fərqli mətndən nümunələr verilir və şagirdlərdən soruşulur ki, bu mətnləri birləşdirən əsas ideyanın ideya nədir, nədən ibarətdir? Daha sonra müxtəlif ekosistemlər təqdim olunur. Məsələn, meşə, səhra, okean və şagirdlərdən soruşulur ki, bütün ekosistemlər üçün keçərli olan ümumi prinsip nədir? Bu suallar qarşısında şagird neyinir? Artıq beynində ümumiləşdirmə aparır, dərin anlayışla düşünür, ümumiləşdirmə aparır. Deməli, bu hamısı şagirdin abstrakt təfəkkürünü inkişaf etdirən dəstəklərdən biridir. Və bu da oldu müəllimlər abstrakt təfəkkür. Abstrakt təfəkkür dedik nə oldu? Şagirdin insanın beynində təhlil etməsi, ümumiləşdirmə aparması, gözlə görünməyən mücərrəd düşünmələr haqqında, ideyalar haqqında, anlayışlar haqqında və onlar arasında əlaqə qurması. Deməli, abstrakt təfəkkür bir sözlə mücərrəd düşünmədir. Sonra keçirik müəllimlər analitik təfəkkürə. Analitik təfəkkür nədir? Analitik təfəkkür odur ki, müasir psixologiya və təhsil tədqiqatlarında analitik təfəkkür mürəkkəb məlumatı və ya problemi sistemli və məntiqi şəkildə hissələrə bölərək bu hissələr arasındakı əlaqələri qiymətləndirib əsaslandırılmış nəticə və qərar çıxarmaq bacarığıdır. Yəni ki, analitik təfəkkür bir sözlə təhlil ilə bağlıdır. Təhlil etmə bacarığı ilə bağlıdır. Analitik təfəkkür mürəkkəb problemləri addım-addım daha sadə hissələrə bölür, idarə olunan hissələri araşdırır və səmərəli həll edici bütöv şəkildə inteqrasiya edib prosesi həll etmə bacarığıdır. Deməli, analitik təfəkkür nə oldu? Mürəkkəb problemləri addım-addım daha sadə hissələrə bölür, idarə olunan hissələri araşdırır və səmərəli həlləri bütöv şəkildə inteqrasiya edir. Analitik təfəkkür odur ki, məsələlərə müxtəlif perspektivlərdən baxmağı, alternativ fəaliyyət variantlarını qiymətləndirməyi və məntiqə, sübuta əsaslanan qərarlar verməyi əhatə edir. Bu təfəkkürdə inkişaf etmiş şagirdlər məlumatı və ya problemi hissələrə bölürlər, həmin hissələr arasındakı əlaqələri müəyyənləşdirirlər və məntiqi sübuta əsaslanaraq nəticəyə gəlmə bacarığı nümayiş etdirirlər. Analitik təfəkkürü şagirdlərdə inkişaf etdirmək üçün vacib olan məsələ onlara təkcə düz cavabı demək deyil, cavaba gələn yolları düşünməyi öyrətməkdir. Yəni şagirdlərdə bir sözlə təhlil etmə bacarığını inkişaf etdirməkdən ibarətdir. İndi gəlin baxaq görək, analitik təfəkkürü inkişaf etdirmək üçün hansı bacarıqlara sahib olmaq lazımdır. Əvvəlcə hissələrə ayırma bacarığı, müqayisə və qarşılaşdırma bacarığı, səbəb-nəticə əlaqəsini tapmaq bacarığı, sübutla düşünmə bacarığı və alternativ izahlar vermə bacarığı. Əvvəlcə baxaq görək, hissələrə ayırma nədir? Hissələrə ayırma odur ki, mürəkkəb bir problemi və yaxud da mətni, hadisəni daha kiçik, mənalandırıla bilən hissələrə bölmək bacarığıdır. Problem çox vaxt şagirdlərə olduğundan böyük və çətin görünə bilər. Amma bu problemi həll etmək üçün şagirdlərdə hissələrə ayırma bacarığı olmalıdır. Hissələrə ayırma həmin bütövlüyü idarə olunan vahid hissələrə çevirir. Bu olmadan səbəb-nəticə qurmaq, müqayisə aparmaq və əsaslandırmaq çətin olur. Ona görə də mürəkkəb bir problemi həll etmək üçün əvvəlcə onu hissələrə bölürük və hissələri mənalandıra bilən hissələrdən ibarət edirik və daha sonra problemi həll etmək daha asan olur. Və baxaq görək nümunələrə. Burada deyir ki, mətnin giriş hissəsini, əsas fikrin olduğu abzaslar və nəticəni hissəsini müəyyənləşdir. Burada şagird nə etməlidir? Əvvəlcə giriş hissəni müəyyənləşdirməlidir. Daha sonra abzasları müəyyənləşdirməlidir və nəticəni müəyyənləşdirməlidir. Deməli, burada şagird nə edir? Təhlil etmə bacarığından istifadə edir. Analitik təfəkkürün özü müəllimlər təhlil etmək mərhələsindən daha çox yaxın əlaqəlidir. Təhlil mərhələsinin bütün xüsusiyyətlərini biz analitik təfəkkürdə görə bilərik. Və ikinci gəlir müqayisə və qarşılaşdırma. Burada müqayisə və qarşılaşdırma nədir? Təhlil mərhələsini müəllimlər yadımıza salaq. Biz orada nə idi? Hansı açar sözlər var idi? Müqayisə, qarşılaşdırma, sonra alternativ izahlar vermək, səbəb-nəticə əlaqəsi məntiqi təfəkkürdə idi. Amma demişdik ki, təhlil etmə mərhələsi məntiqi təfəkkürlə də əlaqəli olduğuna görə burada analitik təfəkkürdə də həmin xüsusiyyətləri görmək olar. Müqayisə və qarşılaşdırma odur ki, iki və ya daha çox obyektin, anlayışın və ya yanaşmanın oxşar və fərqli cəhətlərini sistemli şəkildə araşdırmaqdır. Oxşar və fərqli cəhətlərini müəllimlər anlamaq mərhələsində də görmüşdük, təhlil mərhələsində də görmüşdük. Amma burada demişdik ki, anlamaq mərhələsində oxşar və fərqli cəhətləri müəyyənləşdirmək sadə formada aparılırdı. Amma burada gördüyümüz kimi analitik təfəkkürdə oxşar və fərqli cəhətləri
Araşdırmaq sistemli şəkildə gedir. Burada əvvəlcə hissələrə bölünür, mətn hissələrə bölünür və hissələr arasında oxşar və fərqli cəhətlər müəyyənləşdirilir. Daha sonra araşdırma aparılır və əsaslandırılır. Deməli, analitik düşüncə yalnız fərqi görmək deyil, fərqin mənasını anlamaqdır. Şagird nəyin fərqli olduğunu bilmək əvəzinə onu bu fərqin nəyi dəyişdirdiyini, niyə vacib olduğunu müəyyənləşdirməsi lazımdır. Gəlin baxaq indi nümunələrə. Burada deyir ki, iki obrazı müqayisə et. Oxşar və fərqli cəhətlər araşdır. Fərqlərin nəticəyə təsirini müəyyənləşdir. Deməli, burada şagird nə etməlidir? Əvvəlcə obrazı müqayisə etməlidir. Daha sonra oxşar və fərqli cəhətlərini araşdırmalıdır. Fərqlərin nəticəyə təsirini müəyyənləşdirməlidir. Deməli, burada geniş miqyasda oxşar və fərqli cəhətlərin araşdırılması var. Bu da olur təhlil etmək, yəni analitik təfəkkür. Eyni məsələni iki üsulla həll et və müqayisə et. Hansı problemi daha sürətlə həll etməyə kömək olur, hansı daha dəqiq və aydın həll yoludur? Bu suala cavab axtaran şagird artıq nə edir? Araşdırma aparır. Eyni məsələni iki üsulla həll edir və müqayisə edir. Problemi daha sürətlə həll etməyə kömək olan həll yolunu seçir, analiz edir, təhlil edir. Deməli, burada şagird nə edir? Təhlil bacarığından istifadə edir. Və üçüncü var səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəsini biz məntiqi təfəkkürdə də görmüşdük və analitik təfəkkürdə də var. Və burada səbəb-nəticə əlaqəsi odur ki, bir hadisənin niyə baş verdiyini və nə ilə nəticələnəcəyini ardıcıl şəkildə izah etməsi bacarığıdır. Şagirdlər çox vaxt hadisəni təsvir edirlər, amma izah etmirlər. Analitik təfəkkürdə nə idi? Təsvir mərhələsindən izah mərhələsinə keçid tələb etməsidir. Yəni ki, burada biz izah etmək kimi konseptual biliyin də xüsusiyyətlərini görə bilərik. Gəlin baxaq görə indi nümunələrə. Məsələn, deyir ki, baş vermiş tarixi hadisənin səbəblərini, həmçinin qısa və uzun müddətli nəticələrini müəyyənləşdir. Burada şagird yenə təhlil edir. Əvvəlcə tarixi hadisəsinin səbəbini müəyyənləşdirir, daha sonra qısa və uzun müddətli nəticələrini müəyyənləşdirir, səbəblərini müəyyənləşdirir. Yəni, geniş formada araşdırma aparır və bu da olur təhlil etmək. Yəni ki, analitik təfəkkür. Sonra dördüncü baxırıq müəllimlər, sübutla düşünmə. Sübutla düşünməni biz tənqidi təfəkkürdə də görmüşdük. Deyə bilərsiniz ki, burada tənqidi təfəkkür də var. Xeyr, burada tənqidi təfəkkür yoxdur. Sübutla düşünmə odur ki, hər bir fikrin məlumat, fakt, nümunə və ya mətn parçası ilə əsaslandırılmasıdır. Burada görürsünüz, tənqidi təfəkkür nə idi? Bizim öz fikrimiz idi. Öz əsaslandırmamız idi. Amma burada nə deyir? Burada deyir ki, faktı, məlumatı, mətn parçasını əsaslandırılması idi. Yəni, burada bizim öz əsaslandırmamızdan söhbət getmir. Burada əldə var olan fikir, məlumat, fakt və mətnin əsaslandırılmasıdır. Bu strategiya şagirdi emosional və təsadüfi fikirlərdən uzaqlaşdırılır. Deməli, sübutla düşünmə nə idi? Hər bir fikrin məlumat, fakt, nümunə və ya mətn parçası ilə əsaslandırılmasıdır. Analitik düşüncə fikir söyləmək deyil, əsaslandırmaqdır. Yəni, biz sadəcə fikri söyləmirik və fikrimizi əsaslandırmalıyıq. Və burada nümunələrə baxırıq. Müəllimlər deyir ki, tarixi iddianı mənbə ilə sübut etmək üçün sənəd və ya statistik məlumatlardan necə istifadə edərdin? Burada yenə tarixi iddianı haqqında sübut etməkdir. Sənəd və statistik məlumatlardan istifadə etməkdir. Bu da nədir? Analitik təfəkkürdür. Beynin verilmiş funksiyasını yerinə yetirdiyini, məsələn, sübut etdir. Mətnin əsas ideyasını təsvir edən iki fikir tap. Demişdik müəllimlər, mətnin əsas ideyası nə idi? Təhlil etmə mərhələsi idi. Burada da analitik təfəkkürdə ən çox təhlil olduğuna görə analitik təfəkkürdür. 5-ci gəlir alternativ izahlar. Alternativ izahlar nədir? Eyni hadisə və ya problemin bir deyil, bir neçə mümkün izahının ola biləcəyini qəbul etmək və onları araşdırma bacarıdır. Bu strategiya şagirdi qəti hökm verməkdən uzaqlaşdırır, elastik düşüncə formalaşdırır. Deməli, analitik təfəkkür, açıq düşüncə tələb edir. Burada da bir neçə nümunə var. Görürük, deyir ki, məsələnin başqa həll yollarını araşdır. Hansının nə zaman daha sərfəli olduğunu izah et. Bölgənin içməli su probleminə səbəb olan amillərlə fərqli perspektivdən nəzər sal. Burada müəllimlər fərqli sözünü görüb, alternativ sözünü görüb, yaradıcı təfəkkür götürə bilmərik. Burada bizim yaradıcı təfəkkür nə idi? Bizim öz perspektivimiz idi, öz yanaşmamız idi. Amma burada içməli su probleminə səbəb olan amilləri biz artıq nə edirik? Araşdırırıq və onlara fərqli perspektivdən nəzər salırıq. Bu da olur analitik təfəkkür. Deməli, analitik təfəkkürün inkişaf etdirmək üçün hansı bacarıqlara sahib olmalıydıq? Hissələrə ayırma, müqayisə və araşdırma, səbəb-nəticə əlaqəsi, sübutla düşünmə və alternativ izahlar. Sonra gəlirik
sonuncu təfəkkürümüz olan produktiv təfəkkür. Produktiv təfəkkür ən çox yaradıcı təfəkkürlə əlaqəli olan bir təfəkkür növüdür. Burada artıq praktikadan söhbət getmir, abstraktdan söhbət getmir. Sadəcə olaraq öz fikirlərimizin, öz yanaşmamızın, yəni ki, tətbiq etməyimizdir. Yəni ki, məhsuldar bir təfəkkürdür. Deməli, produktiv təfəkkür nədir? İnsanın problemi və situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı və işlək həll tapmasıdır. Bu zaman insan sadəcə yadda saxladığı qaydanı tətbiq etmir. Problemin daxili strukturunu, onun əsas və ikinci dərəcəli elementlərini, eləcə də bu elementlər arasında əlaqələri görməyə çalışır. Deməli, produktiv təfəkkür problemin qavrayış strukturunu yenidən təşkili, yeni vəziyyətə başqa bucaqdan baxmaq, obyektlərə fərqli funksiya vermək və nəticə problemi yeni, məqsədyönlü və səmərəli şəkildə həll etməkdir. Deməli, produktiv təfəkkür insanın qarşılaşdığı vəziyyəti olduğu kimi qəbul etmir. Onun arxasında məntiqi əlaqələri, ziddiyyətləri görməyə çalışır. Sonra isə bu anlayışa əsaslanaraq yeni, daha məqsəd yönlü həll formalaşdırdığı düşünmə formasıdır. Bu zaman şagird nə edir? Bu problemi adətən necə həll edirlər? Sualından çox, bu problemin mahiyyəti nədədir? Onu başqa cür necə qura bilərəm kimi suallar üzərində düşünür. Yəni, produktiv düşünmə mövcud bilikləri sadəcə təkrar etmək deyil, həmin biliklərin daxilində yeni kombinasiyalar tapmaq, vacib və ikinci dərəcəli amilləri aid etmək, təcrübəni yenidən təşkil etmək bacarığıdır. Belə təfəkkürə malik olan şagirdlər tapşırığı qarşısında çalışqanlıqdan çox maraq yaşayır. Çünki problemi hazır resept axtarmaq üçün deyil, öz həll yolunu kəşf etmək üçün bir imkan kimi görürlər. Deməli, produktiv təfəkkür təkcə yeni fikir tapmaq deyil, problemi başa düşmək, üstəgəl onu yenidən qurmaq və real həll yaratmaq ardıcıllığını əhatə edir. Produktiv təfəkkürə nümunələr var. Burada nümunələri görürük. Məsələn, gündəlik həyatdan bir sadə nümunə gətirək. Deyək ki, şüşə bankanın qapağını biz aça bilmirik. Bu zaman nə edirik? Biri var reproduktiv yanaşma, biri də var produktiv yanaşma. Reproduktiv yanaşma nədir? Eyni hərəkəti təkrar etmək, daha çox güc tətbiq etmək, yəni hamının getdiyi yoldan istifadə etməkdir. Bu reproduktiv yanaşmadır. Amma produktiv düşünmə nədir? Produktiv düşünmə odur ki, problemin fiziki mahiyyətini anlamaq. Məsələn, burada biz fikirləşirik ki, bankanın açılmamasının səbəbi nədir? Hansı səbəbdən yarana bilər? Biz bu səbəbi artıq araşdırırıq və onu əsasən yeni həll yolu tapırıq. Deməli, reproduktiv nə idi? Hamının bildiyi yoldan getmək, amma produktiv odur ki, özünə məxsus bir həll yolu tapmaqdır. Məsələn, bəzən bir çox adamlar şüşə bankanın qapağını açmaq üçün fərqli yollardan istifadə edirlər. Və yaxud da, belə deyək də, bankanın qapağı açmaq üçün biz nə edirik? Bəzən bıçağı götürürük, bankanın qapağının kənarlarını qaldırırıq ki, oradan hava xaric olsun və bankanın qapağı açılsın. Yəni ki, hərə özünə məxsus müxtəlif həll yollarından istifadə edərək problemi həll edə bilər. Deməli, reproduktiv nə oldu? Reproduktiv oldu ki, hər kəsin getdiyi yoldan getmək, eyni hərəkəti təkrar etmək, daha çox güc tətbiq etməkdir. Amma produktiv düşünmə odur ki, biz problemin fiziki mahiyyətini anlayırıq, problemin nədən yarandığını araşdırırıq, tapırıq və sonda özümüzə xas bir həll yolu tapırıq və problemi həll edirik. Deməli, insan vəziyyətə başqa prinsipdən baxaraq işlək həll formalaşdırır. Və yaxud da belə başqa bir misal var. Deyir ki, 9-cu sinif şagirdi, demək olar ki, hər gün dərsə gecikir. Hamı ona axşam tez yat ki, tez durasan deyir. Amma şagird əvvəldən də bildiyi bu məsləhətləri dəfələrlə eşidir, sınayıb. Amma vəziyyət çox da dəyişmir. Və şagird düşünür ki, burada reproduktiv yanaşma nədir? Şagird eyni qaydanı təkrar tətbiq edir, amma heç bir nəticəyə gələ bilmir. Və produktiv təfəkkür nədir? Produktiv təfəkkür odur ki, şagird problemi dərindən anlamağa çalışır. Fikirləşir ki, mənim dərsə gecikməyimin səbəbi nə ola bilər? Bir həftə ərzində hər səhər nə etdiyini yazır. Və yazır ki, saat 7-də şagird artıq zəng çalır, amma 10 dəqiqə yerindən durmur. 7:30-a qədər telefonda sosial şəbəkəyə baxır. 7:30-da tələsik geyinib, 7:40-da səhər yeməyini yeyir. 7:55-də evdən çıxır. Halbuki ən gec saat 7:45-də evdən çıxa bilərdi. Amma burada şagird anlayır ki, artıq problem nədədir? Problem onun tez durmamaqdan yox, şagird yerindən durduqdan sonra telefona çox vaxt itirməyindən problem qaynaqlanır. Yəni o artıq problemin nə olduğunu bilir və özünə yeni bir struktur seçir. Plan tərtib edir ki, mən səhər duranda bu işləri görəcəm və evdən vaxtında çıxacağam və dərsimə də vaxtında çatacağam. Deməli, özünə yeni bir qayda yaradır. Nə edir? Telefonu gecə yatağının otağında
Gecə yataq otağında yox, dəhlizdə qoyur ki, səhər götürmək üçün artıq yataqdan qalxsın və səhər zəng çalanda dəhlizdəki telefonu söndürmək üçün qalxır və yatağa geri qayıtmamaq üçün öz çarpayısını səliqəyə salır ki, artıq geri qayıdıb yatağına girməsin. Özünə belə bir oyun qaydası qoyur ki, məktəbə çatana qədər telefona baxmayacağam. Əgər buna əməl etsəm, günün sonunda özümə 30 dəqiqə əlavə istirahət vaxtı verəcəm. Deməli, burada şagird artıq nə edir? Problemin nədən qaynaqlandığını dərin formada araşdırır, anlayır və özünə yeni bir plan tərtib edir ki, bu işləri görsəm, mən bu problemi aradan qaldıracağam. Deməli, produktiv təfəkkür nədir? Hadisələrə yeni nöqteyi nəzərdən baxmaq, hadisənin, problemin daha, necə deyirlər, problemin nə olduğunu dərindən anlayır və problemin nədən qaynaqlandığını artıq araşdırır və yeni həll yolu taparaq problemi ortadan qaldırır. Deməli, şagird problemə sadəcə tezdən dur məsləhətlə yanaşmır, özünə gündəlik fəaliyyəti tərtib edir, problemi başqa cür qurur və real şəraitinə uyğun işlək hala gətirir. Deməli, produktiv təfəkkür problemin məzmununu və strukturunu dərindən başa düşmək üçün obyekt və situasiyalara yeni funksional baxış bucağı tapmağı, bu yeni baxış əsasında məna kəsb edən real və səmərəli həll yolu formalaşdırmağı əhatə edir. Bu səbəbdən produktiv təfəkkür təhsildə, peşəkar fəaliyyətdə və gündəlik həyatda sadəcə qaydanı bilməkdən daha yüksək səviyyəli bacarıq hesab olunur. İnsana hazır sxemləri təkrar edən icraçıdan problemi anlayan və onu yenidən qura bilən yaradıcı analitik subyektə çevirir. Bu da oldu produktiv təfəkkür. Deməli, dedik, produktiv təfəkkür nədir? Məhsuldar təfəkkürdür. Burada insanın problemi və situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və bu əsasda yeni, mənalı və işlək həll tapmasıdır. Bu da oldu produktiv təfəkkür. Dərsimiz haqqında bu qədər müəllimlər. Sağ olun, salamat qalın.